Subida namlı əsərinin Peyğambansi əzmətlər tərtibinin ikinci qismi. Bu tərtibdə 5-ci rol tuzulduğunu olsa, Yolvas öldürgen Batur Wusong. Wusong'u nurguldan yaxtırırsan o. Bu Wusong Subida namlı əsərdə fınsız en köp bankun bir Batur. Şuna mı? Bunun Baturluq hikayesi mi əsərdə nayt köp və eniq təsvirlənген. Məsələn, quruq qol Yolvasını öldürgeni, məsalətdə can mişini dumbalığını ve yağlap etmanğan vaxtda 5-6 qatılını üz yalğız kişən batırıb bularının həmmisini caylığanlığı və yenə küçtüngürlüge 500 cımlıq taş tügümənini başçınız dəst kötəgəlliği. Əmdi mən Wusong kötədi, Liangshan göldə ikinci Lujishin kötürə alaydı. Üçüncü bir adamın çıkışı Natayin ve yine ahırda qarsak bu yerdeki Wusong fanlarını tutuduğu vaxtda bir biligidin ayrılık qilish qarmay fanlarını tirik tutup zor tök göz tutup. Şunun için bu yerdeki Wusong 5-ci orunga tizildi. Yani nurgullar bunun narazı oluşu mümkün. Lekin Wusong'un 5-ci orunga tizilip kalışının bir sebebi var. Bekal bunlar tizilip kalmadı. Neyim sebep bilemsizler? 6-cı orunga tizildiğini olsa koş yarım destilik Koyanjo. Koyanjo emesen Koyanjo. Bu Liangshan gölki 5 yolvasının bundan birisi at üstüdeki dağlıq səkərdə Koyanjo öz vaxtıda Lincoln bilan 50 mərtəm uruşub yeniş ayrılmağan ve yine keyin Lujishin bilan 50 mərtəm tutuşub yeniş ayrılmağan. Mənglik Yangji bilan oxşaşla 50 mərtəm tutuşub yeniş ayrılmağan. Əmdi bu Koyanjo'nun hər bir qıtımlıq dəntiyav canlılarda yeniş ayrılmağan. Lekin bunun rəqibinin əmisi Yi Gaoshou. Şuna mı? Əmdi bunun at üstüdeki cengi kuşun təşkilləy səptüzüş bu cəhətdeki iqtidarını qol qoymay amal yok. Bırak bunun bu 6-cı rung tezlik qilishidagi mühim bir sebep neymi olsa bir ayal kişinin basi sebep olgan. Yeni Husanyang. Husanyang bu yerdeki Koyanjo'nu Lincolnchilik mart yo'qga deydi. Yeni Koyanjo bilan bu yerdeki Husanyang tutuşqa vaqtda 10 necha martam tutuşup yeniş ayrılmaydı. Bırak Lincoln 3 martam tutuşmayla tirik tutub oldu. Şuna Koyanjo 6-cı rung tizildi. 7-ci orunga tizilgini olsa qo'sh tapanchilik Dongping. Bu nimish qo'sh tapanchilik deydi Pyongyang piqinlar. Endi bu Dongpingning at ustidagi nayzmatim intayin ustun ham nayt batur. Nurg'un janglardimi bu turshal bo'lib mening oldimda chiqqan yerlarimi bor. Endi bu Qingmingga o'xshab ketadi-ku. Lekin bu Qingmingdimi yamaroq. 8-ci orundagisi bo'lsa Kichik Liguan Huarong. Ya'ni Babeyjinlik Jubakesi va Jujushu Huarong. Endi bu Huarongni yaqtirdigan nayt ko'p shunami? Bu butkul Subida namli əsərdəki 1-ci dərəcəlik mərgən. Bunun olan tang turalaydıqını belkim şu Shivingong tang turalışı mümkün. Onundan başqa oxuya cəhət mart yox. Əmdi bunun oxuyadın sürət, yəni at üstüdəki qoş nəyizli şıltırıqan martımı nayt üstün. Yəni bu tirikək Qingminglanmı 50 mərtdən tutuşumu yeniş ayrılmağan. Şunun üçün bu yerdəki Huarong'un umum maharət cəhətini epet qabaqda 8-ci orunga tizilişi bərhək. 9-cu orundakisi olsa Mənglik Yangji. Yəni bunu Liangshan gölüdəki 1-ci Domila'mı dəb qoydu. Bu Yangji oturuq çıxan vaxtın oldu dəstləpdil qarsaq bu yerdəki Qaplanbaş Lincoln bilan 50 mərtəm dəhşətli tutuşub yeniş ayrılmaydı. Muş Lincoln bilan bo'lgan muş jangning o'zida bunun Peyğambarda aldıq onun içi kirişige bir salayet tug'ildi. Lincoln boş adam emas-da. U Lincoln bilan 50 mərtəm tang tutuş boş gap emas-da. Keyin yana Koyanjo bilan 40 mərtəm tutuşub yeniş ayrılmaydı. Əmdi bu Yangji'nin əmdi bunundan başqa yana alaydı baturluğu gəvidlənən yerimi yox. Yeni birisi bu Subida namlı əsərdəki bir real şəxs cümlə arxtıras ötken bir qəhrəmanның birisiymiş Yangji şu. Bundaqda 10-cu orunga tizildiyini Mehmet Sadi kimdi? Onun qızqılğan dostlar meni qo'shib olinglar. Keyingi sonda Peyğambarning oxirgi davomli so'zlayman. Rahmat.